Allah rəhmət eləsin, Səlimov hakimlə görüşdük, polis rəisi idi. Onunla başladıq kəndləri gəzməyə, getdim. Mən müxtəlif kəndlərdə o polislər qalan Qorçuda, bir dənə Qorçuda qaldıq, sonra getdik. Narışlarda onların ştabı vardı, orada qaldıq. Üçüncü günüdür, dedi ki, gedək Zaruzeyevlə görüşək. Mən də Zaruzeyevin adını eşitmişəm, amma görməmişəm. Yəni, yaxşı mənada eşitmişəm. General oldu sonra, Allah rəhmət eləsin. Yəni, mən o adamı, aramızda konflikt oldu, kiçik bir konflikt, amma mən o adamı həmişə rəhmətlə yad edirəm, sosial şəbəkələrdə yazmışam. Azər şeylə getdik, Səlimovla rəhməti ilə getdik ora. Elə həyətə girəndə, indi mən bir cür çıxmasın, Akim müəllimdən çox mən şəhər uşaqlarını tanıyıram, Laçın şəhərində doğulanları. Çünki mən burada doğulub, o vaxta qədər 45 yaşıma qədər orada yaşamışdım. Yəni, hamını tanıyırdım. Akim müəllim isə mən qədər tanıya bilməzdi. O da tanıyırdı, amma mən qədər yox. Mən orada baxdım ki, rəhməti Allah yar kişinin oğlu, iki adı vardı, Akif Mehman. Mehman yox. Akif deyirdilər, iki adı vardı. Nəysə, Allah rəhmət eləsin, o şəhid oldu. Yəni, Qarabağ, Laçın torpağında o şəhid oldu. Çox yaxşı bir oğlan. Mən tanıyırdım, rəhmətli Sabirin qardaşı oldu, Allah yar kişinin oğluydu. Mən ona belə birimizə xüsusi hörmətimiz vardı. Yəni, əmisi ilə mən yaxın dostudum, mənim ağsaqqalımdır, böyük qardaşım idi. Sabir müəllimi sevirdik, elə qeyrətli bir oğlandı. Bu oğlan gördüm, məni görəndə sevindi, mənə yanaşdı, dedi ki, müəllim, çox xahiş edirəm, 2 dəqiqə məndən sizinlə işim var. Mən Akim müəllimdən ayrıldım, dedim, Akim müəllim, gözlə bir dəqiqə mən gəldim. Çəkildik qırağa, dedi ki, bəs mən burada gəlmişəm 2 gündür, komandir məni qəbul eləmir. Dedim, nə məsələ? Dedi ki, Laçın, ermənilərin gücü veriblər əsas Ağdərə tərəfi, orada hücum edirlər. Bizim korpuslar, Azərbaycan korpusu oradan hücum edir, hərbi birləşməsi. Bu tərəf boşluqdur. Yəni, bu dəqiqə Laçının özündə 200-300 erməni olar, əskər olar, ya olmaz. Polis də Hosas tərəfdədir, onlar da hazırdılar. Biz buradan hücuma keçirik, biz Laçında Tığıy kəndləri var, Zeyti kəndindən sonradır. 2 Tığıy var. Biz deyirdik, Bərki Tığıy, Əyinki Tığıy. Tığıy 1, Tığıy 2. Dedi, hər iki Tığıy bizdədir. Zeytiyə qədər də Qarçaya, Laçının özünə qədər də biz gedirik, razvedkamız məlumat verir. Bu adicə əskərdir, bu zabit də deyir, yazıq rəhməti. Bəs gəlmişik, yanında da Mehman vardı, Budula Məhdi Bəylər kişinin oğlu idi, Əhmədov Bəylərin oğluydu. O da çox cəsur, çox belə, o da şəhid oldu, çox cəsur oğlandı da. Ləqəbi Budulay, o filmdən götürmüşdülər, Budulay. Mən Budulayı da, məni də birbirimiz o qədər dərindən tanıyırdılar, məni hamı tanıyırdı. Amma o dərəcədə yox, Mehman daha yaxından tanıyırdı.